Birinci, aile nedir sualına özümüzdə bir cavab formalaşdırmağa cəhd edək. Şübhəsiz ki, hamı ailədən çıxıb, hamı gələcəkdə indi ailə quracaq, quranlar da var, gələcəkdə bunu edənlər də var. Yəqin ki, ailənin nə olduğu ilə bağlı bir təsəvvürümüz var. Ancaq keçən dəfə bir görüşdə mən dedim, Quranda tez-tez belə bir ifadələr rast gəlinir. Düşünməzmisinizmi, niyə düşünmürsünüz, niyə bunun üzərində təfəkkür etmirsiniz deyə. Və məlum olur ki, bəzi ifadələri biz həyatımız boyu mexaniki olaraq işlədirik, amma onların mahiyyət yükünə, onların arxasında duran bəzən dərin mənalara diqqət yetirmirik. Nədir ailə? Bir kişi və bir qadının birləşib qurduqları bir ocaqdır. Belə baxanda. Amma biraz dərin baxanda dünyaya insan gətirən bir ocaqdır. Yaradandan sonra dünyaya insan gətirmək funksiyası ailənin öhdəsinə düşən bir şeydir. Ailə hər birimiz üçün həm relaks, yəni rahatlanma, gərgin bir fəaliyyətdən sonra boşalma, yeri gələrsə reabilitasiya, itirilmiş bəzi məsələlərin bərpası, korreksiya, doğru formalaşmayan nələrinsə yenidən formalaşdırılması və s. kimi mühüm həm psixoloji, həm mənəvi funksiyalar daşıyır ailə insan həyatında. İnsanın həm dünyaya gəlişi ailədə olur, həm də ən yaxşı halda dünyadan köçüşü də bir ailədən köçür insan bu dünyadan başqa bir dünyaya. Bu dünyaya gələndə onu bir ailə qarşılayır, bu dünyadan köçəndə onu tamam başqa bir ailə yola salır. Bununla bağlı bir yaxşı deyim də var, deyir ki, sən dünyaya gələndə ağlayırsan, amma çevrəndəkilər hamısı gülür, sevinir sənin dünyadan gəldiyi və Allah elə bir ömür bəxş eləsin ki, sən gedəndə hamı ağlasın, amma sən rahat, gülə-gülə keçəsən bu dünyadan, təbəssümlə keçəsən bu dünyadan. Odur ki, ailə bizim həyatımızda kifayət qədər mühüm əhəmiyyət daşıyan bir amildir və biz onun son zamanlar mahiyyət baxımından itirdiyi dəyərlərlə, ailə dəyərlərində baş verən çöküntü, sarsıntı, müəyyən deformasiyalarla rastlaşmış oluruq və bu da əlbəttə ki, ciddi narahatçılığa səbəb olur. Xosrov şiirində bilirsiniz, Nizami məhəbbətin belə demək olar ki, anatomiyasını açıb. Xosrovun şiirinə olan məhəbbəti necə bir məhəbbət idi? Cinsel bir məhəbbət idi. Bir kişinin qadına olan məhəbbəti idi. Sahiblənmə məhəbbəti idi. Yəni, ya mənim olur, mənim olmursa ölsün. Fərhad üçün isə tək şirin olsun. Yəni, o təmənnasız, kişinin qadına şərtsiz məhəbbəti. Bu qəribə bir şeydir. Adətən ananın övlada məhəbbəti şərtsiz olur, atanınki şərti olur. Və övlad bu iki məhəbbətin cövhərində formalaşır. Anadan alır özgüvəni, anadan alır dəyər, atadan alır məsuliyyəti, atadan alır inkişaf fitrətini və s. İndi mənim bu beytdə başa düşmədiyim nə idi? Sən demə bir mühüm məqam var idi və mən o sualı dərhal yazdım. Əgər mən bunun bütün tam fəlsəfəsini başa düşmüşəmsə, onda bir suala cavab verməliyəm. Niyə şirin məhz Xosrova qismət oldu? Axı, Fərhadın məhəbbəti daha ülvü idi, elə deyildimi? Tək şirin, şərtsiz idi. Yəni, ananın övladı olan məhəbbəti kimin? Kişinin qadına bir məhəbbəti var. Tək o var olsun. Bəsdir, o bir mahnıda söz var. Əgər sən xoşbəxt olsan, bil ki, xoşbəxtəm mən də. Yəni, belə bir şey. Amma şirin Fərhada deyil, Xosrova qismət olur. Mən bunu başa düşməmişdim. Sən demə, o bir anlıq huşa gedirəm və gözümün qabağında bu beyt canlanır. Məni aldı apardı ki,
Hə, sənin burada başa düşmədiyin bir şey var. Sən bu suala cavab verməmsən. Bir məhəbbət ülvi, ilahi, yəni bu qədər. Niyə bəs Xosrov? Bu suala var mı cavabınız? Məsələ burasındadır ki, elə şeylər var ki, bu bizim alt şuurumuzda, fitrətimizə otuzdurulub. Psixoloji olaraq araşdıranda məlum olur ki, elə Şirin də seçimi Xosrov idi. Niyə? Çünki Xosrovun, baxın, nə qədər orada nəfs də var. Ya mənim olsun, ya heç olmasın. Başqasının olma. Burada sahiblənmə hissi var. Bəlkə də qadının da fitrətində kiminsə ona sahib çıxması, kiminsə ona sahib durması fitrəti var. Fəradda bu yox idi. O cür məhəbbətlər ailə ilə başa gələ bilməz. Ailədə sahib olmalıdır. Ailədə böyük olmalıdır. Ailəni yönəltən olmalıdır, onu qoruyan olmalıdır. Ona görə həyatını ortaya qoyan, həyatından keçməyə hazır olan biri olmalıdır. Mən başa düşdüm ki, neçə illərdir mənə tanış olan və həmişə məhəbbətin ülviliyini göstərib Fərhadın tərəfində duran mən, indi birdən-birə Xosrovun da tərəfinə baxdım ki, o da boş-boşuna deyilmiş. Niyə bu beytdən çıxış elədim bu çıxışımda? Çünki ailənin nə qədər mürəkkəb bir məsələ olduğunu və bu, sən demə, ailəyə münasibət bugün yazdığım ən böyük, belə özüm üçün kiçik kəşf. Bu fitrətə qoyulub. İnsan ailədə olmalıdır. Mən adətən belə olanda başqa mədəniyyətlərdə araşdırıram. Başqa mədəniyyətin dəyərlərinə də baxıram ki, bu sırf şərqə mi aiddir, müsəlmanlara mı aiddir, türklərə mi aiddir, yoxsa bir neçə nümunə deyə bilərəm sizə. Məsəl üçün, bir dəfə demişəm, Şeyx Şamili Şeyx eləyən onun həyat yoldaşı olub. Bununla bağlı onun etirafı var. Ki, mənə onun ailədə göstərdiyi münasibət məni içimdə özümə bir inam, özümə bir şey yaratdı. Uşaqlar bunu gördü ki, qadın, anaları mənə necə yanaşır, uşaqlar mənə o cür yanaşdı. Uşaqların mənə yanaşdığını dostları, tanışları gördü, onlar mənə, bütün Ağol mənə, sonra da bütün Dağıstan mənə o cür yanaşdı. Yəni bir qadından başlayan bir məsələ Çingizxanla da bağlı. Bugün səhər yenə deyirəm, vallahi hər şey Allahın əlindədir. Məndən heç nə asılı olmur. Birdən-birə yadıma bir səhnə düşdü. Çingiz Aytmatovun Al yaylıqlı qovağım mənim belə bir kitabı var. Türkçə Al yazmalım. Nəsə belə bir film də çəkiblər. Türkan Şoray oynayır. Təsadüfən, yəni dırnaq arası təsadüf yoxdur bu dünyada. Nə vaxtsa bu filmə baxmışdım. Oradakı bir həqiqət məni dondurmuşdu. O deyirlər, nəfəsin kəsildiyi bir yer idi. Çılğın bir məhəbbət, gözəl, yaraşıqlı bir kişi və son dərəcədə gözəl bir qadının alışıb yanan məhəbbəti. Amma sonda nə oldu? O məhəbbət ailəyə yaramadı. Sonra təmkinli, ağır, hər şeyi ölçüb biçən, hər şeyə dəyər verən, yerini bilən, özünü tənzimləyən, həddini və özünü bilən bir insanla ailə qurulur, hansı ki, ailəyə tamam başqa dəyər verir. Və demək, ailə dəyərləri başqa bir şeydir. Məhəbbət, baxın, dedim, Fərhadın orada məhəbbəti. Burada mən birdən-birə o filmin adını axtarmağa başladım. Filmin adını axtardım, yazdım, Azərbaycanca çördüm, İngiliscə, axırı ki, tapdım. Heç mən bilmirdim ki, o ağ, örpəkli qovağım mənim. Mən ancaq türk adını bilirdim onun. Ora baxdım, orada ailə dəyərlərinin nədən qaynaqlandığını gördüm. Çingizxanın bayaq adını çəkdim. Niyə Çingiz Aytmatovun əsəri yadıma düşdü? Sultanım sözü hamımıza bəllidir, düzdür? Sultanım, xanım, bəyim,
Orada da bir yeni ifade eşittim. O filmden bir parçaya kulak astım. Roza Tağıyevanın ifasında Cikfir'in ağay. Qadına ağay deyirlər. Allah'ın işi yadıma düşməməliydi. Həmişə belə olan halda yadıma düşmür. Yəni, amma indi işte ağay sözü. Baxın, ağay, xanım, bəyim, sultanım, bu hamısı müraciətlər qadına. Çingiz Han da deyib ki, bu toy toplayanda bütün tayfalarını deyib ki, sizin xanınız mənəm, mənim xanım qadınını göstərib. Belə olan halda, mən bayaq hansı ifadədən çıxış elədim, ailəyə münasibət fitrətdə oturulub. Və bu, bütün hallarda mı belədir? İndi bir-iki nümunə göstərəcəm sizə. Bir film var, olmuş əhvalat üzərində çəkilib. Bir nəfər şahid məhkəməyə gedib ifadə versəydi, mafiyanın bütün başçıları tutulacaqıydı. Çox məşhur bir killeri, yəni qatili, pullu qatili tuturlar ki, onu öldürəcəksən. O məhkəməyə gedib çıxmalı deyil. Məbləğini də verirlər. Bu da oturur puskuda gözləyir. O adam çıxır. Çıxır, oturur maşınına, ancaq bunun dalıcan qadını və uşağı da çıxır. Onlar da maşına otururlar. Sifarişi verənlər də bununla rabitədədirlər. Nə oldu? Yəni, o məhkəməyə gedir. Sən onu aradan götürməlisən artıq. Bu deyir ki, yox, dayanın bir dəqiqə. Mən vəziyyət dəyişdi. Onun qadını və uşağı da mindi maşına. Deyirlər, fərqi yoxdur. Sən onu aradan götürməlisən. Deyir, yox, mən bunu edə bilmərəm. Ailəsinin gözü qabağında mən bunu etməyəcəm. Siz narahat olmayın. Mən onu son anda olsa belə öldürəcəm, amma mənə imkan verin ki, mən gözləyim o ailəsini harasını düşürdəcək, yağın məhkəməyə tək gedəcək. Mən fürsət tapıb onu öldürəcəm. Sifariş verənlər bunu qısnayırlar ki, sən bunu bu dəqiqə et, biz narahatıq. Deyir, yox, mən ailəsi yanında onu öldürməyəcəm. Amma dalıcan gedir ki, fürsət tapsın ki, bunu elə bir fürsətdə düşmür. Buna axırıncı xəbərdarlıq gəlir ki, əgər o məhkəmə zalına girsə, sən artıq nişangahdasan, səni vuracaq. Məhkəmə zalına qədər müşahidə edir, elə bir fürsət düşmür və bunu öldürürlər. Amma qatil belə ailəsi yanında onu öldürmür. Dəli Kürdə bir səhnə var. Cahandar ağa Allah yarı öldürmək istəyir. Gedir evinə, qapısının kənarında durur, çağırır ki, Allah yar, Allah yar. Səhər sübh çağı. O da alt paltarında çıxır çölə. Hərçənd ki, çıxan zamanı qadın ona deyir ki, ayıbdır, çölə çıxırsan, paltarını giyin. Bu deyir ki, səhər çağı görün kimsin, nəsi alt paltarında çıxır. Görür Cahandar ağa atın üstündə, əlində beş atılan. Deyir ki, qayıd evə, əynini giyin, tüfəngini götür, çıx evdən. O isə əvvəlcə qorxur ki, bilir ki, Cahandar ağanın gülləsi boşa çıxmır, vursa bu dəqiqə onu qətlə yetirəcək. Amma eşidəndə ki, deyir, qayıt, giyin, silahı götür, evdən çıx, əlinə fürsət düşür. Qayıdan kimi içəri silahını götürür, pəncərədən ona ateş açır ki, vursun, amma vura bilmir. Cahandar atını oynadır, 2 ya 3 güllə atır, vura bilmir. Bu da hər dəfə ona qışqırır ki, arvad uşağı qorxuzma, silahı götür, çıx evdən. O da buna əməl eləmir. Bu anda Cahandar ölümə gəlib əslində. Ya öldürəcək, ya öləcək. Amma ailəyə verdiyi deyir, arvad uşağı qorxuzma, silahı götür, çıx evdən. Görür ki, eləmir, ondan sonra onu vurur. Qan düşmənləri olan və tarixi hadisədir. Kərbəlayı deyilən biri ailəsi ilə köç edib arazı keçmək istəyir, keçə bilmir. Ailəli məcbur olur qan düşməninin qapısına getməyə. Hamilə gəlini olur ona görə. Qan düşməni onun ailəsi ilə gəldiyini görür. Ətrafdakılar deyir ki, fürsətdir. Belə Kərbəlayının bu şəkildə ələ keçməyi deyir, yox, bu belə şey olmaz. Yəni, ailəsi ilə gəlib. Düşmənçiliyin yeri deyil, qoy görə hinə istəyirlər. Nəysə, söhbəti danışmaq istəmirəm. Çox maraqlıdır hərçənd ki, ailəsinə gəldiyinə görə deyir, düşmənçiliyin yeri deyil. Və Bakıda da, Azərbaycanda da uzun müddət belə şeylər müşahidə olunub və mən heç birini daha danışıb vaxtınızı almaq istəmirəm. Sadəcə olaraq, bax, o killerin, o əhvalatı, bu cür nümunəni araşdırandan sonra mən başa düşdüm ki, ailəyə münasibət, ailəni müqəddəs saymaq
ailə ilə bağlı olar olmazların müəyyən olması bu insanın fitrətinə otuzdurulub. Ona görə mənə çox qəribə gəlir indiki gənclərdə ailə qurmaqla bağlı fikir ayrılığı. Biz fitrətimizə uyğun yaşamağı seçməliyik. Bundan fərqli yaşam şeyləri seçsək, bir zaman mütləq peşman olacağıq və o peşmançılıq gec də ola bilir. Gec də ola bilir. Ona görə bizim ailə ilə bağlı özümüzdən yeni dəyərlər uydurmağımız, yeni münasibətlər, indi müasirlik belə gəldi, müasirliyə getdi. Bilirsiniz nə var? Quran-ı Kərim son müqəddəs kitabdır. Nə dedi? Qiyamətə qədər daha nə kitab gələcək, nə peyğəmbər gələcək. Budur, bundan sonra heç nə dəyişməyəcək. Kim bundan sonra qalxarsa bizim o ümumi stabil dəyərlərimizi dəyişməyə, yəni ki, özü dəyişəcəksə, fitrətinə uyğun hərəkət, davranış tərzi seçməyəcəksə, həyat tərzi seçməyəcəksə, bir zaman peşman olacaq və şübhəsiz ki, bir dua bugün yadıma düşdü. Deyir ki, Allahım sən mənim ömrümün ən gözəl çağını onun sonuna saxla. Belə baxanda cəmaati, cavanlıqdır, qoy cavanlıq eləsində sonra hər şey o zaman gözəl olur ki, o gözəl bitir. Bütün proses, əziyyət, çətinlik, bəlkə də bəzi məhrumiyyətlərlə keçərsə, amma sonu gözəl olarsa, o gözəldir. Amma əvvəli hər necə olsa, əgər onun sonu mənasız boşluqdursa, deməli boşluqdur. Çünki bilirsiniz də, yarış nə qədər uzun çəkərsə, sonda nəticə bilinir, düzdürmü? Kim sonda üstün oldusa, kim sonda zirvədə oldusa, o da qalib gəlmiş olur. Onun həyatının mənası, dəyəri olmuş olur. Odur ki, ailə bizim həm həyatımızın başlanğıcını, həm də sonunu dəyərləndirən, ona məna verən bir amildir. Odur ki, ona elə belə, qura da bilərəm, qurmaya da bilərəm, onsuz da yaşaya bilərəm. Çox səhv seçimlər olur. İndiki boşanma statistikası, boşanmanın dinamikası və boşanmaya olan münasibət. Əvvəl boşanmaya ocağın dağılması deyirdilər. İttifaqın dağılması deyirdilər. İndi deyir ki, dost kimin ayrıldıq. Yəni ki, bu nə idi ki, dost kimin ayrıldın? Sən nə qurmuşdun ki, dost kimin də ayrıla bildin? Məyər dost kimin ayrılmaq mümkündürmü? Hərçənd ki, yeganə din, bilin, İslamdır ki, boşanmanı qəbul edir. Çünki Allah bəndəsinə iradə azadlığı verib. Amma bundan da belə kəbinə bərəkət verib, kəramət verib, boşanma ən xoşlamadığı, yaradanın ən bəyənmədiyi bir təzahürdür. Amma yenə də bəndəsinə azadlıq verib. Seç, bax. İndi kimlərsə ailə qurmağa sınaq kimi baxır. Gedirəm, alınır, alınmaz. O cür yanaşacaqsansa mütləq alınmayacaq. O elə bir şeydir ki, sən başa düşməlisən ki, o alınmalıdır. Sən onu alındırmalısan. Onu alındırmaq sənin həyatının mənasıdır. Başqa mənası yoxdur həyatının. Nə seçəcəksən, nəyə söykənəcəksən, özün bilərsən. Amma həyatının mənası odur. Qadınlar karyera qurmalı deyil. Onların ən böyük karyerası, bir dəfə demişəm, nəsə də o söz o vaxtı deyiləndə ağlıma düşdü. Mən dedim, dissertasiya yazıram. Bir nəfər mənə dedi ki, sən dissertasiyan sənin övladındır. Artıq əziyyət çəkmə. Qadının qurduğu karyer onun ailəsidir. Bugün bir dənə də özüm üçün kiçik kəşflərlə, bilmirəm, Allahın bərəkətindən səhər biraz başqa cür açılmışdı. Bir ifadə işlətdim. Kişinin həyatda ucalacağı ən yüksək məqam onun qadınının qurduğu xəyallarla məhdudlaşır. Yəni, qadını qurduğu xəyal qədər onun əri inkişaf edə bilər. Qadının, ananın qurduğu xəyal qədər övladı inkişaf edə bilər. Ona görə kişi yoldaşının xəyalını qidalandırmalıdır. Elə bir yoldaş olmalıdır ki, onun yoldaşı xəyal qursun onun barədə. Nə cür xəyal quracaqsa, bu ifadəni siz heç yerdə eşitməmisiniz və mənim də ağlıma bugün səhər gəldi ki, kişi ancaq yoldaşının xəyalı qədər ucala bilər. Deməli, qadının karyerası
Elə yoldaşının karyerası onun karyerasıdır. Və ikinci bir fikir də ağlıma gəldi. Əgər qadın karyera quracaqsa, yoldaşını və uşaqlarını karyeradan məhrum edəcək. Bax, hamınızın xəyalında bir şey var, amma mən sizə əmin edirəm, heç vaxt xəyalınızdakı sizə rast gəlməyəcək. O olmayacaq. Amma bir yaxşı xəbər də deyə bilərəm. Siz rastınıza çıxan istənilən birindən xəyalınızdakını qura bilərsiniz. Hazırını axtarmayın, olmayacaq. Hazırı, ümumiyyətlə, ailə kiməsə neysə bir şey verir. Amma bayaqki çəkdiyim misallarda gördünüz də, kişini kişi eləyən, yəni böyük mənada kişi eləyən onun qadınıdır. Qadını onun barəsində nə xəyal quracaqsa, o kişinin hüdudlarıdır. Qadın elin qəhrəmanı olması üçün, əgər qadın istəyirsə ki, onun kişisi elin qəhrəmanı olsun, birinci onu özünə qəhrəman seçməlidir. Qadın əvvəlcə onu öz qəhrəmanı edəcəksə, kişi inkişaf edib elin də qəhrəmanı ola bilər. Dinimiz deyir ki, qadınlar sizlərə əmanətdir, kişilərə müraciət deyir. Qadınlar bilməlidirlər ki, həqiqətən kişilərini xəyallarındakı səviyyəyə yüksəldə bilərlər. Ancaq əvvəlcə özlərini ona o rolu geyindirməlidirlər. Kişi mütləq qadının ondan olan gözləntisinə layiq olmağa çalışacaq və qadın müdrik olacaqsa, onu bacaracaq. Müdrik qadın ağlını nümayiş etdirən yox, ondan istifadə etməyi bacaran qadındır. Diqqətinizə görə təşəkkür edirəm.